Hello əzizlərim, necəsiz? Dünən getdim həkimə, bilirsiniz ki 27-si bizim icra hakimiyyətinin 4 saylı icra nümayəndəliyinin rəhbərinin səhlənkarlığımı deyək, qeyri-qanuni göz yuması deyək, pilləkəndən yıxılıb ayağımı sındırmışdım. 5 dekabrda əməliyyat olundum, osteosintez. Osteosintez yəni belə plastinalar qoyurlar, hansın ki 6 aydan sonra çıxarçılıq şurubla bağlayırlar. 26 dekabrda açdılar gipsi və dedilər ki, gözlə, o dünənləri getdim, artıq həkim yavaş-yavaş yeriməyə icazə verdi. Elə bildim ki, elə qəşəng yeriyəcək. Siz demə körpə uşaq kimi yerimək öyrənməliyəm, bugünümüzə şükür. Saçımdan qorxmursunuz, bilənlər bilir, bilməyənlər bilsin ki, 23 yaşımdan mənim saçım genetik olaraq ağarıb, saçımı rəngləyənim yoxdur. Gəldim olsaydı saçımı rənglərdi. Dəyləmək olar, yumaq çətində, mən də hələ yerimək öyrənirəm. Deməli, baxın, xadulka dillər, nə dillər, bilmirəm, elmi adı var ya, elmi adını bilmirəm. Əvvəl elə bildim ki, qol ağacı, qoltuq ağacı, kastillərlə yeriyə biləcəm, apardım. Hətta biri qoltuğa qoyulanda, biri belə. Biri beləni mənə almışam, öbürləri mənə əlil arabasında, qol altını da, bunu da hələlik gətiriblər ki, müəyyən müddətlik. Gördüm yox, həkimə dedim, həkim öyrətdi, amma gördüm ki, yox, sağlam ayağımı, xəstə ayağımı basıram, düzdür ağrıdır. Çünki uzun zamandır yatalaq halda qalmışam, yataq halında və o artıq yatıb ayaqlar. Hətta bir ayağım ağrılayıb, amma dedi, o az və boşalıb, keçəcək mütəmadi. Yəni ki, mütəmadi olan egzersizlər, məşqlərdə belə ayaqda uprajniyalar verib, onu eləmək lazımdır, müəyyən idman hərəkətləri eləmək və yeriməyə çox ağırlıq salmadan. Dünən biraz yerimişəm, uzanıq qalanda daha çox olur. Xəstə ayağımı basıram, elə biləm ki, xəstə ayağımın altı betonla tozudur, dərisin altı. Amma sağlam ayağımı darta bilmirəm, ona görə kastillə, yəni ki, qol altı ağacla gəzənmədim. İndi bu xadunokla yavaş-yavaş gəzməyə öyrənirəm. Dedi, 3 həftə o xadunok deyirlər, xadulka deyirlər, nədirsə, o bu aparatın adını bilmirəm, nədir valla. Baxın, bunu deyirəm, bu aparatı deyirəm, xadunki deyirlər, xadulki deyirlər. Azərbaycanca adını bilmirəm, valla, elmi adı da var, bilmirəm. Amma çox nagruska, çox ağırlıq vermək olmaz. Sağlam ayağı darta bilmirəm də, addım atsın. Belə. İndi inşallah deyib ki, 3 həftə bununla hərəkət elə, 2 həftə, o 3 həftədən sonra da 2 həftə yavaş-yavaş kastelə keçərsən və yavaş-yavaş öyrənərsən. Allah, Səlim də qalıb orada, görürsünüz. Səlim də qalıb, valla, hərdən deyirəm, bağışlayı oğul, mən niyə yıxıldım. Qalıb evdə, ev dostlarım, yenə sevinirəm, bu ilə gedirəm, amma mamaya ağırlıq düşmür dünəndən etibarən. Bir dənə qoluma girir ki, sürüşməsin, təzə-təzə ayağımı darda bilmirəm. Dedim, ayağımın son halını sizə izah edim. Rengen filan şükür yaxşı çıxdı. Valla, məni gözə gətirənlərə də, gözə gətirmə nəticəsində bilirsiniz kimdən söhbət gedir. Vasitəçi olub o göz yuman 4 saylı icra hakimiyyəti nümayəndəsi Fərhad Hacıyev. Və o Fərhadın başını sığallayıb cəza vermək istəməyənlərə də Allaha tapşırmışam. Belə Allah lənət eləsin. Belə də Allaha tapşırmışam hər iki dünyada. Onsuz da belə yazıram məktublarını. Mən həmişə demişəm, dövlət cəzalandırsın. Dövlət cəzalandırmasa Allahın cəzası pis olur. İnsan dövlət kimsə cəzalandıranda insan hardasa ürəyi belə necə deyim, suzundan olsa su içirsən, belə rahatlanır ürəyin. Allah onsuz da cəzalanacaq, sadəcə elə bəndələr, elə şeyləri başa düşmür, Allaha tapşırmışam. Amma gedəcəm arxasınca, inşallah, prosta arxasınca getməyim üçün mənim normal yeriməyim, heç olmasa aksiya da olsa normal yeriməyim lazımdır ki, o şəhərin bu başına vurum, o başına gedim. Prezident administrasiyasından tutmuş, ta məhkəmələrəcəm. Hər bir halda mən Allaha inanıram, Allahın ilahi ədalətinə inanıram, ilahi ədaləti də mən görmüşəm, sadəcə bəndə alınamır. Bəndə mükafatı anlayır, amma cəza verənədir. Ay Allah, mən neynəmişdim ki? Məndən gözəl bəndə yox idi. Başlanışda neysə, busa, çatmır, da yapın. Bəzi bəndələr var, çatmır, neysə. Ayağımın son halını demək istəyirəm, oğlumun atasına gəlincə, o da bir ayrı söhbətdir.